Deməli 49 nömrəli sualda görək bizə nə deyir. Deməli bunu əvvələn oxuyuruq. Onunla işimiz yoxdur. Bizə sualda görək nə deyir uşaqlar. Bizə deyir ki, deməli bu xlorun suya əlavə etdikdə nə baş verir, o haqqda məlumat verib. Bizə deyir ki, bromun su ilə reaksiyası zəif sürətlə gedir. Ona görə də təsiri uzun müddətli olur. Deyir həftəlik normal olaraq 500 litr hovuz suyuna həftəlik normal olaraq 500 yox 5000 litr hovuz suyuna bu qədər xlor və bu qədər də brom əlavə edilib. Suya əlavə edilən halogenlərin cəmi molekul sayını hesablayın. Çox rahat sual. Bu halogenləri elə bir ki molekula çevirməliyik. Birinci yaxşı olar mola çevirək. Xlor 2, xlor 35.5-dir. Xlor 2 kimi yazanda necə eləyir? 71 eləyir. 17.75-i bölək 71-ə görək neçə moldur. 17.75-i bölün 71-ə, çünki xlor 2 71 qramdır. Görək nə qədər edir uşaqlar. Hesablayın, zəhmət olmasa. Bir nəfər. Aysu, indi qoşulursan, çox gec qoşulursan. Tam %25. 17, keçən dəfə də yox. 17.75-i bölürük 71-ə. Nə qədər edir uşaqlar? 1/4. Tam %25. 0,25 mol budur. Brom 2 də, brom 80-dir, brom 2 160-dır. Bizə 40 qram verib. 40-ı da bölürəm 160-a. Bu da nə qədər edir? Bu da 4/1, 0,25. Onda toplam neçə mol elədi? 0,25, 0,25. Toplam neçə moldur uşaqlar? 0,5 mol. 0,5 molu da Nurlan molekula çevirsək 300-də 1, 13. Bəli, B variantı. Baxın.